Vəzir dedi: "Belə rəvayət edirlər ki, meymunlardan bir dəstə bir cəzirədə sakin olmuşdular. Çox səfalı, xoş ab-havalı yer idi. Gür suyu, bol meyvəsi var idi. Bir gün meymun qocalarından bir neçəsi ağac kölgəsində oturub yığdıqları meyvələri yeyir və şirin-şirin söhbət edirdilər ki, birdən səhrada gəzən bədtinət, çirkin surət bir ayı gəlib ora çıxdı. Onların belə şən atılıb düşmələrini, hayküy salıb gülüşmələrini gördükdə içərisindəki paxıllıq qurdları oyanmağa başladı və öz-özünə dedi: "Rəva mıdır ki, bu meymunlar belə gözəl mənzərəli bir yerdə kef edib məclis qursunlar. Təzə meyvə yeyə-yeyə bardaş qurub otursunlar. Yaşıl otlar üstündə, gül, yasəmən, sümbüllər üzərində rahat yatıb dursunlar. Mən bəxti qara, qəlbi yara isə ac-yalavac, susuz ələfsiz, quru biyabanları gəzib, ruzigarın zəhərlə dolu kasasını damla-damla başıma çəkib. Min məşəqqət və əziyyətdən sonra əlimə bir kök düşsə, onu böyük bir nemət və ya bir sümük keçsə, onu dəyərli bir qənimət hesab edib. Neçin dosta bahar olsun, meyvə çatsın, bar çatsın, lakin mənə xəzən olsun, tikan çatsın, xar çatsın. Sonra belə qərara gəldi ki, hücum edib meymunların məclisini dağıtsın və cənnət kimi gözəl olan belə bir bağı onların əlindən alsın. Meymunlar onun fikrini başa düşüb müqavimət göstərməyə hazırlaşdılar. Qanlı vuruşma başladı. Meymunlar əlbir olub hücuma keçdilər. Ayının başına daş vurdular, ayağından çəkdilər. Axırda məğlub etdilər. Xülasə, ayı bağ eşqində idi, ona dağ basdılar. Nəhayət, başı parçalanmış, ayağı yaralanmış ayı axsaya-axsaya, qanı axa-axa, yan yörəsinə baxa-baxa canını meymunların əlindən qurtarıb dağa tərəf qaçmağa başladı. Dağa çatdıqda ayılar onun başına toplaşıb soruşdular: "Səni bu kökə kim salıbdır?" Ayı başına gələn macəranı danışıb hiddətlə dedi: "Bundan artıq rüsvaçılıq, bundan ağır təhqir olarmı ki, qəvi heykəl bir ayını zəif cüssə meymunlar bu vəziyyətə salalar. Siz də durub baxasınız. Tarixdə belə bir hadisə baş verməmişdir. Ata-babalarımız belə bədnamlıq görməmiş və eşitməmişlər. İndi biz yol verə bilmərik ki, belə bir rüsvaçılıq kitab səhifələrinə köçürülüb əbədiləşdirilsin. Biz gecə basqın etməli, meymunların yurduna od vurmalı, külünü göyə savurmalıyıq. Gəldi ki, çərx versə gər imkan, intiqamı alaram onlardan. Öyle bir od vurum ki onlara mən, yanğısı sönməsin qiyamətəcən." Ayıların irsi hissləri cuşa gəldi. Bəziləri özündən çıxıb qəzəbləndi. Bəzilərinin gözü qızdı, ağlı çöbüşləndi. Biri basıb kəsdi, biri hirsindən əsdi. Nəysə, axırda belə qərara gəldilər ki, işi təxirə salmayıb, aman gecə basqın etsinlər. Meymunların xanimanına od vurub yandırsınlar. Qaranlıq düşək, dağda olan bütün ayılar meymunların məskəninə hücuma keçdilər. Təsadüfən həmin gün meymunların şahı öz adamları ilə şikara çıxmış, gecəni səhrada keçirməli olmuşdu. Evdə qalan uşaq və qocalar isə düşmən hücumundan xəbərsiz olaraq öz yerlərində rahat və fərağat yatırdılar. Birdən ayılar gözlənilməz bir bəla kimi yatmış meymunların üzərinə düşüb onları tapdalamağa, qırıb məhv etməyə başladılar. Çəyirtkə ordusu tək töküldülər xirmənə, məhv etdilər yurdların, od vurdular düşmənə. Meymunların öləni öldü, yaralananı yaralandı. Qılınc ağzından qurtaranı baş götürüb səhraya qaçdı. Ayılar yığışıb meymunların məskəninə köçdülər. O zərərlikdə ayını özlərinə əmir seçdilər. Meymunların topladığı nemətləri isə qarət etdilər. Meymunların bu hadisədən xəbəri olmayan padşahları isə şikar edə-edə öz məskəninə qaydırdı. Ayılardan canını qurtarmış meymunlardan biri yarımcan halda onlara rast gəldi. Əhvalatı danışdı. Şivən qoparıb başına döydü. Ordunu kədər bürüdü. Şah qəm dəryasına batıb ürəyində dedi: "Heyf, məmləkətlərim əlimdən getdi. Əfsus, cəzirə məmurlarım düşmən əlinə düşdü. Heyf və əfsus ki, dönüş taleyim başıma müsibət torpağa tökdü." Dəhşətli xəbərdən özünü itirmiş ordu nəfərləri özlərinə gəlməyə, baş vermiş fəlakətin ağırlığını düşünərək biri mal, biri əhl-əyal üçün ah-fəğan edib ağlamağa başladı. Onların arasında Meymun adlı birisi var idi. Əql kamalda tayı yox idi. Ona görə hamı ona hörmət edirdi. Meymun şahı dərdli, qoşun əhlini qəmli gördükdə nəsihətə başlayıb dedi: "Bəla baş verdikdə inildəyib zarıldamağın, ruh düşkünlüyünə qapılıb aciz qalmağın iki böyük zərəri vardır. Birincisi, dostlar kədərlənər. İkincisi, düşmən sevinər. Xüsusilə şahlar belə hallarda özlərini itirməməlidir. Şahlarda bir neçə xüsusiyyət olmalıdır. Səbir, çətin vəziyyətdən çıxış yolu tapmaq, məzlumların halına qalmaq, bir saat fikirləşməklə min illik fitnəni aradan qaldırmaq."
Meymunların padşahı bu sözləri eşitdikdə biraz təsəlli tapıb soruşdu. Bu işə çarə nədir? Meymun xəlvət tələb etdi. Sonra dedi: Şahım, mənim əhli əyalım, qohum qardaşım, dost daşnam ailələr tərəfindən öldürülmüş və əsir alınmışlar. Ailələr bizim ar və namus şüşələrimizi zülm daşı ilə vurub parça-parça etmişlər. Mənim üçün belə yaşamaqdansa ölüm yaxşıdır. Rüsvay olub yaşayan qorxaq ya həris olar. Lakin belə yaşamaq ölümdən də pis olar. Mən ki tez-gec öləcəyəm. Qoy 5 gün tez ölüm. Bu canımı sənin yolunda fəda edərəm. Köhnə dostlarımın və sənin intiqamını o zalımlardan alaram. Padşah dedi: Ey meymun, intiqam almaq şirin şərbətdir, ətirli güldür. Lakin sənin ölümünə razı olmaq çox müşküldür. Sən öləndən sonra aləm ya abad olsun ya xarab. Mən həlak olandan sonra bəni Adəm ya şad olsun ya qəmgin. Mənim halıma nə faydası var? Meymun dedi: Ey padşah, istəyirəm ki, sənin dövlətin əbədi, dost aşnalarının qəlbi sakit, ölənlərin ruhu şad, qalanların güzəranı yaxşı olsun. Mən də bu dünyada bir yaxşı ad qoyum gedim. Padşah gərək mənim üçün qəm çəkməyə, yaxşı dostlarını başına toplayıb ölkənin abadlaşması üçün çalışa. Hərdən mənim də fədakarlığımı xatırlayıb bir rəhmət oxusalar, bu mənim bəsimdir. Şah dedi: Ey meymun, de görüm sən nə etmək fikrindəsən? Meymun dedi: Bir fikir eyləmişəm. Əgər dövlətin yar olsa, bu tədbir ilə o qəddar düşməni məhv edərəm. İndi buyurun, cəlladlar mənim əl-ayağımı sındırıb meşənin bir tərəfinə atsınlar. Sonra özünüz də qoşununuzu götürüb filan yerə çökün. 2-3 gündən sonra gəlib öz məmləkətinizi düşməndən xali görərsiniz. Şah meymun deyən kimi də etdi. Əmr verdi, onun burnunu, qulaqlarını kəsdilər. Vurub dişlərini sındırdılar. Qol qabırğasını əzdilər. Sürüyüb düşmən ordusuna yaxın bir yerə saldılar. Özləri isə köçüb möhkəm bir qalada gizləndilər. Yazıq meymun o yaralardan elə sızıldayırdı ki, dağ-daş dilə gəlirdi. Bisutun onun naləsini eşitsəydi, Fərhad kimi fəryad qoparardı. Ayıların əmiri səhər olduqda ətrafı seyrə çıxdı. İniltini eşidib o tərəfə getdi. Meymunu o halda görüb rəhmi gəldi və səbəbini soruşdu. Meymun ayının rəftarından dərhal onun əmir olduğunu başa düşdü. Biraz da özünü yazıq göstərməyə çalışaraq yavaş bir səslə dedi: Ey əmir, mən fəqirin əhvalını xəbər alsan, Meymunlar şahının vəziriyəm. Onunla şikara getmişdim və siz gecə basqını edərkən mən orada yox idim. Səhər olacaq, sizdən canını qurtarıb qaçanlar əhvalatı Meymunların şahına danışdı. Bizim şahın mənə böyük etimadı var idi. Məndən soruşdu ki, sən bu babda nə deyirsən? Mən də xeyirxahlıq üzündən dedim. Düzü budur ki, itaət kəmərini belinə bağlayıb ayların əmirinə xidmət edəsən. Onun fələyə ucalan sarayına gedib üzü qoyulu yıxılasan və bağışlanmanı xahiş edəsən. Şah mənim sözümdən qəzəblənib sizləri söyməyə və nalayıq şeylər deməyə başladı. Mən də ərz elədim ki, yüksək vəzifəli böyük adamlara söyüş söymək yaraşmaz. Nə qədər səy etdim, fayda vermədi. Axırda qəzəbi coşdu. Əmr etdi, məni döyüb bu günə saldılar. Sonra bağırıb dedi: Ey bədbəxt, düşmən ləşkərinə havadarlıq edirsən. Üzünü öz adamlarına çevirib buyurdu: Aparın bunu bu yaxınlarda bir yerə buraxın. Qoy havadarı buna əlac eləsin. Mənə bu zülmü etdilər, bu cuşədə qoyub getdilər. Belə bir yalan uydurduqdan sonra hönkürdü çəkib ağladı. Ayının ürəyi biraz da riqqətə gəldi. Ürəyi yumşaldı, gözləri yaşardı. Sonra səsinə qətiliş verib soruşdu: Meymunlar hara getdilər? Cavab verdi ki, mərdlərin sınaq meydanı adlanan bir səhra var. Ora gedib bir qalaya pənah aparıblar. Məqsədləri qoşun toplayıb sizə hücum etməkdir. Ayların əmiri soruşdu: İndi çarə nədir? Doğrudanmı onlar xamladıb bizə zərər vura bilərlər? Meymun dedi: Buna şübhə ola bilməz. Nə qədər gec deyil, tədbir görmək lazımdır. And içirəm tacınıza. Əgər ayağım olsaydı, başımı sizə qurban verərdim. Qüdrətim olsaydı, başım üstə gedib sizi o nankorların üstünə aparardım ki, tarmar edib mənim də intiqamımı onlardan alasız. Ayların əmiri dedi: Onların yerini bilirsənmi? Getməyə qadir olsan, onları bizə göstərə bilərsənmi? Belə bir şey edə bilsən, mən onlara bir divan tutaram ki, qiyamətə qədər ləzzəti ağızlarından getməz. Həm kinim soyuyar, həm də sənin intiqamın alınmış olar. Mən arzuma yetişərəm, sən də məqsədinə çatarsan. Meymun dedi: Bəli, lakin mən bu halda necə hərəkət edərəm? Bu əl-ayaqla necə yol gedə bilərəm? Əmir dedi: Onun əlacı asandır. Sonra vəzir vüzəranın, əmir üməranın toplanmasını əmr etdi. Əhvalatı onlara danışdı və dedi: Gecə düşmənə basqın etməliyik. Elə etməliyik ki, o çölün çol-çosu meymun qanı ilə laləzara çevrilsin. Hamı bu fikrə razı oldu.
Bir böyük ayı gətirib meymunu onun dalına sarıdılar. Bələdçilik etmək üçün ordunun qabağına saldılar. Xeyli yol getdilər. Nəhayət gəlib mərdlərin sınaq meydanı adlanan səhraya çatdılar. Ayılar təəccüblə bir-birinə baxmağa başladılar. Səhra otsuz, ələfsiz, susuz, meyvəsiz idi. İstidən yerə ayaq basmaq, bürküdən nəfəs almaq olmurdu. Elə bir ömründə bu səhranın üzünü nəsim oxşamamış, dodağını bahar yağışı islatmamışdı. Ən yaxşı ağacı zərərli tikan, ən yaxşı heyvanı zəhərli ilan. Burada elə samyeli əsirdi ki, əsəri kimə dəysəydi, qaralıb külə dönərdi. Elə bir günəş yığıyırdı ki, zərrəsi dəryaya düşsəydi, quruyub səhraya çevrilərdi. Meymun dedi, tələsmək lazımdır. Gün batana qədər bu biyabanı keçib, sübh açılana qədər o nadanların dudmanına od vuraq. Ayılar sürətlərini artırıb səhranın dərinliklərinə getdilər. Gün batdı, gecə düşdü. Lakin meymunlardan bir hənirti belə eşidilmədi. Səhər açıldı, gün çıxdı. Yenə də meymunlardan bir əsər görünmədi. Bir xəbər bilinmədi. Ayıya minmiş meymun isə hey tələsdirir, az qaldıqlarını bəhanə edərək onları lap cəhənnəmin göbəyinə sürükləyirdi. O qədər getdilər ki, taqətdən düşdülər. Günəş zirvəyə qalxdı. Hava qızdı, dağ qızardı, daş gözərdi. Səhra dəmirçi kürəs kimi od saçmağa, cəhənnəm kimi zəbana çəkməyə başladı. Qara səmum yeli əsir, istidən beyin əriyir, atəşdən dodaqlar quruyub parça-parça olurdu. Bu vəziyyəti görən ayıların əmiri üzünü meymuna çevirib dedi: "Bura lap bərəut çöləymiş ki, hərarətdən dil yanır, ciyər kebab olur. Sən nə üçün bizi bura gətirdin?" Meymun dedi: "Ey ürəklərə dağ çəkən zalım, bu gördüyün əcəl səhrasıdır, o əsən qara yel, ölüm elçisi. Min canınız olsa, biri də qurtarmayacaqdır. İndi birazdan səmum yeli güclənib tufana çevriləcək, sizin murdar bədəninizi yandırıb külə döndürəcəkdir. Onda siz bilərsiniz ki, evləri yıxılmış, qəlbləri dağlanmış meymunlar nələr çəkmişlər." Onlar bu sözdə ikən qara yel tufana çevrildi. Bütün ayılar qaralıb külə döndü. Meymun isə öz həyatını qurban verməklə güclü bir düşməndən intiqam aldı. Təyin olunmuş vaxt gəlib çatdıqda meymunlar qayıdıb öz məskənlərinə gəldilər. Ayıları orada görməyib çox şad oldular və eş-işrət içində yaşamağa başladılar. Bu məsələ gətirdim, padşaha məlum ola ki, intiqam almaq üçün mala və cana baxmazlar. Dost yolunda ölməyi şərəf hesab edərlər.